Başlayalım. Deməli, ümumiyyətlə credit card users churn prediction. Yəni credit card olduğunu hamımız bilirik, mən bildiyim qədərincə. Bankların ən çox xeyir qazandığı credit kartda sektordur. Niyə? Kreditdən çox credit kartından qazanırlar. Birinci, həm credit kart istifadə edən şirkətlərdən faiz alırlar, götürürlər oradan. Həm də ki, deyək ki, credit kartını withdraw edirsiniz falan belə. Withdraw edəndə oradan 2 ay içərisində, 1 ay içərisində bankdan banka da maksimum 2 ay deyə bilirəm mən. O zaman içərisində qaytarmasan 30%-la, 30%, 29%-la falan. Elə bir şey. Ya iki-üç tərəfli var, fairli dərəcəsi var. Həm də ki, conversion rate-dən qazanırlar falan belə. O üçün məsələn ki, credit kartını xaricdə istifadə edərsəniz, o conversion rate-ni çox yuxarı qoyurlar. Deyək ki, məsələn ki, 71-71-dən olmalı deyil, 1.80-dən falan, 1.79-dan, 78-dən falan götürürlər. Ki, o da ki, yəni, bayağı bir profitabledır long termdə, böyük transaksiyalardır. Nəysə, ona görə məsələn, çox vaxt şeyə verirlər, nə bilim, bu mile kartı falan verirlər, içində 1500 mile falan hədiyyə verirlər falan ki, şey olsun da, maraq yaratsınlar. Deməli, problemimiz nədir? Deyim ki, bankdır, Terabankdır. Həqiqətən bank var bu arada. Bilmirəm, hansı ölkə aiddir, amma araşdırmışdı var idi, yəni. Recently saw a steep decline in a number of credit card users. Yəni, bayağı düşüş olub. The credit cards are a good source of money for banks because of several types of fees charged by the banks, such as annual fees. İndi hamısında annual fee yoxdur, amma bəzilərində annual fee var. Məsələn, Black Card'da falan var, annual fee $1000 falan deyə bildiyim qədərincə. American Express banklarda var belə. 1000 mi, 3000 mi belə bir şeydir yəni. Sonra balansda şey var, minimum spending var. Elələr bank kartda da var ki, minimum spending də olur orada. Bu qədər xərcləməsən, charge edirlər sənə falan. Sonra şeydir, balance transfer cost var. Yəni dediyim kimi də bir bankdan bir banka göndərəndə falan kredit kartı istifadə edirsən 1% Azərbaycanda çox yerlərində, çox banklarda. Amma bəzi banklarda ümumi faiz çıxarırlar, minimum spending var. Məsələn, deyək ki, hər transaksiyaya görə 500 manata kimi 1%-dir, 500-dən sonra məsələn üçün $50, $100 belə kəsirlər yəni. Sonra balance transfer cost, dediyim kimi, cash advance fees, yəni kart pul çatmaq sırf late payment fees, dediyim kimi yenə, international transaction fees və başqaları. Some costs are assessed to all users regardless of consumptions, while others are assessed only under specific conditions. Nəsə, anladıqda ki, bir çox feelər var ki, associated with kartlarlandır ki, buradakı profitable'dır şey üçün, banklar üçün. Customers leaving credit card services would result in a loss for the banks, so a lot banks... Neysə, bir sözlə, yəni ki, ən böyük şeylərdən biri də banklar istəyir ki, bu kredit kartları həm alışı çoxalsın, alışını çoxalma bir başqa bir kateqoriyadır, amma bir də ki, ən azından churn olmasın deyə ona yönəltib bir işlər aparırlar bir sözlə. Churn rate-ni azaltmaq olar, ümumiyyətlə səbəbləri nədir, necə eləmək olar, insentivlər necə öyrənək ki, hansı insentivlər daha çox insanlara maraqlıdır falan belə. Ya məsələn üçün ola bilsin ki, faiz nisbətlərini müəyyən bir kateqoriya üçün artırmalıdır, grocery falan bir şeylər daha çox xərclənir deyə. Ona bilsən faiz nisbətləri daha yuxarı olsun falan, digərlərinə daha aşağı salaq falan kimi belə. Sonra US data scientist nəsə belə bir sözlə biz istəyirik ki, you need to identify the best possible model that will give required performance. Yəni ki, churn modeli qurulur bir sözlə. Deyək ki, hansı model, ən yaxşı modeli qurun da. Yəni biz də orada bir neçə dənə model işləyəcəyik inşallah. Tree-based model olacaq, regression model olacaq, classification modeli daha çox olacaq. Yəni classification modeli əslində qaçılmış olacaq. Yəni regressionda qurula bilərdi, başqa tonda olarsa. Ümumiyyətlə regression klassifikasiyanın fərqini bildik dəqiqə biz. Burada hansı bir istifadə edilir, klassifikasiyanı istifadə edilir. Yes, no, tərk edəcək, yoxsa eləməyəcək. Churn bu deməkdir. Churn nə deməkdir? Bu adam çıxacaq, yoxsa yox. Onun probabilitesini verir də. Amma məsələn, regressiya kimi də qurmaq olar, nə qədər gəlirlik qazanır falan, hansı dərəcələr falan. Bir baxırda onu çox şey demək. Amma sırf churn üçün classification istifadə olunur. Hansı ki, binomial classification'da yes, no kimi olduğuna görə binomial şu. Binomial binom sözündən gəlir. O da şey deməkdir, bir ikili deməkdir. Yəni.
Deməli, bizim datasetin formatı nədir? Bizim kateqoriyamız biraz çoxdur burada. Məncə bir-birini anlamağa çalışaq, sonra keçərik. Olar belə bir şey. Sonra client number'dır. Bilirsiniz, bu nə olur? Bizim modelə heç bir qatmayacaq böyük ehtimal. Çünki client number identification number'dır. Biz heç bir zaman modelin modelləşmə içərisində olan datasetə, yəni bizim training datasetimizə heç vaxt vurmuruq yəni. Yəni ki, o independent variable'ların içərisində girmir. So attrition flag var. Internal event, customer available. If the account is closed, then attrited customer else existing customer. Bizim attrition bu deməkdə. Please, attrition flag. Bizim böyütmə şeyimiz, kateqoriyamız olacaq. Dependent variable'ımız. Sonra customer yaşı var. Genderi var. Yəni ki, hansı genderə aiddir. Dependent count'u var. Yəni nə qədər insan var, yəni ailəsi nə qədər böyük, nə qədər də 3 nəfər, yəni 2 uşaq bir. Yəni həyat yoldaşıdır, necə falan belə. So education level'dir, marital statusdur, evli və bekar olduğu. So income kateqoriyasıdır. Card kateqoriyası, type of card. Months on book, period of relationship bizdə bank. Yəni 2 aydır bankla bir yerdə işləyir, həmin bankla. Total relationship count, number of products held by the customer. Yəni içində credit card və debit kartı var eyni bankda. Bilirsiniz? Eyni bankda da ümumi də ola bilər. Baxacaq yəni. Mən də ümumiyə baxıram. Nə qədər kartı var bu adamın altında. Tək bir baxıram bütün banklardan. Months inactive, number of months inactive in the past 12 months. Yəni baxırlar ki, əgər bir adam deyək ki, 3 aydır, oradan həmin kredit kartdan istifadə eləmirsə, onu dəyərləndirirlər də. Demək ki, bu kredit kart başqa bir kredit kartdan istifadə edir. Və debit kartdan istifadə edir. Debit kredit kartı heç baxmır falan da. O tendensiyası yoxdur yəni. Contracts count 12 months. Yəni 2 dənə kontrakt validdir 12 ayda, son 12 ayda. Kredit limiti nə qədərdir? Bəzən ola bilər ki, kredit limitini vurur deyə də artıq istifadəsini eləmir də. Sadəcə onu saxlayır, belə qalır aylardan, illərdən faiz gəlir də, kredit kartının limitini doldurubdur, istifadə eləməyə bacarmır da. Və ya da kredit kart çox azdır, artıq maraqlı deyil bunun üçün. Total revolving balance on a global card. So average open to buy credit line. Average of last 12 months. Yəni ki, nə qədər açıqda, yəni üçün, kredit limiti almaq üçün. Çünki həmin kredit kartını istifadə edir, bəzən deyək ki, 50.000 ortalama bir adamda, yəni normal maaşı 50.000 balans verir də bir bank. O 50.000 deyək ki, 20.000 kredit kartında ola bilər, 30.000 də ola bilər. Cash ola bilər, cash kredit ola bilər. Total amount change Q4, Q1 deyirlər. Change in transaction amount. Məncə bu nə qədər satış edir. Yəni Q1-a nə qədər satış. Q1 deməkdir quarter 1-da. Yəni quarter 1 ilə quarter 4 arasında, ilin başında və sonunda arasında fərqlər nə qədər çox istifadə edir. Ola bilsin ki, yəni müəyyən bir azalmalar var da belə. Total transaction amount var. Neçə dəfə yəni transaction edibdir. Total transaction count var. Bax, countdur. Bu da yəqin pul vahidi dəyərində. Nə qədər yaxınlaşdıq yəni. Total change data deməli countda yəni neçə dəfə transaction edir 4-cü quarterdan, yəni ki, 1-ci quarterdən 4-cü quarter arasında fərq demək istəyirlər ki, average utilization ratio, average card utilization ratio. Bu da ki, yəni ki, ümumi aylara yerini bölükdə falan belə baxır ki, nə qədər istifadə edir bir illər arasında və ya ümumiyyətlə falan belə. Deyək ki, 18 ay bölükdə aylara görə baxır ki, nə qədər utilizə edir. Demək, burada bəzi şeylərimiz, bəzi vahidlər var ki, onları biz özümüz tam bilirik. Yəni, mən özümdə bilmirdim. Mən bankda işləməmişəm bildim ki, ona görə də mən bunu yazmışım belə. 100% revolving balance deyə onun nə olduğunu maraqlanasınız. Yəni, bilirsiniz revolving balance nə olduğunu. If you don't pay the balance of the revolving credit account in full every month, the unpaid portion carried over the next month. That's called revolving balance. Yəni ki, deyək ki, hər ay xərcləyirsiniz, sonra yeni ayın axırında ödəməlisiniz də. Bilirsiniz? Amma ödəməsəniz, o bir sayı keçirilir. Nə qədər ödəmədiyiniz hissə. Deyək ki, məsələn ki, 1000 manat xərc var, 800 manat ödəmişsiniz, 200 manat qalıb da belə. O bir sayı keçəndə 200 manat revolving balance sayılır.
Faiz başqa şeydir. Faizdən başqa bu revolving balans yəni qalan balans deməkdir. Qalan borc də belə. This buna revolving balans deyirlər. So, what's the average open to buy? Open to buy nə qədərdir deyir? Open to buy means the amount left on your credit card to use. Yəni deyək ki, 2000 demək bir limitiniz var, 2000 qalır. Bilirsiniz? Amma sənin üçün, bax, revolving balance, open to buy balansı, bu ikisi arasında connection var. Yəni siz deyək 800 manatın aylıqını ödürsünüz, sizin o zaman 2200 olur. Bilirsiniz? Yox. 800 manatını ödürsünüz, yenə də 2000 qalır da. Çünki 1000 manat işləmişsinizsə, 2200-də limitim şey var da, revolving balansınız qalır da, yenə 1000 manat hesablanır belə. Bilirsiniz? Yəni 100 manat yenə, yox, belə deyil. Səhv 3000 deyək ki, limitiniz var sizin. 1000 manata xərcləmişsiniz. Ayın axırı 800 vermişsiniz, 2800-dür. Onda open to buy 2800 olur. Revolving balance 200 olur. Ödəməniz qalaq borc. Qalaq deyirlər ki, onun kimi. Qalaq borc deyirlər buna. What's the average utilization ratio? Average utilization ratio represents how much of the available credit the customer spend. Useful calculation tools. Demək şeydir. Demək ki, average utilization ratio deyir ki, ortalama olaraq bir adam nə qədər xərcləyir da, belə baxanda, available balansda baxanda. Yəni təməl hər dəfə deyir ki, şeydir, 300 manatı, 3000 manatın 100-ünü xərcləyir, 3%-in demək də. Baxırıq ki, ortalama olaraq bir insan, həmin bir fərdi şəxs 30%-ni xərcləyir aylar üzrə. Onun ortalaması nədir? Ümumi ortalamaya baxırlar da. Buna deyirlər average utilization ratio. Deməli, average utilization ratio, average open to buy, çıxırsın credit limit plus average utilization ratio bərabərdir 1. Hələ, məntiqlidir də bu. Ortalama olaraq şey dersək biz, ortalama olaraq, öncə, bunu səhv yazılır məncə burada. Bu üstə gəlsin bu. Open to buy üstə gəlsin bu. Bölünsün credit limit biri verilməlidir. Niyə görə? Open to buy ortalama nə qədər xərcləyir? Ortalama nə qədər saxlayır? Ortalama nə qədər saxlayır? Qalığı var. Nə qədər xərcləyir? Onun ümumi balansı verir də. Belə baxanda hesablayın. Birə bərabər deyən şey olmalıdır. Düz deyirəm, yox. Necə məntiqlidir. Sonra library'miz nə var bizim? Pandas var, NumPy var. Elə Seaborn, bunlar hamısı yəni normallardır. Display optionları var. Burada hamısı yazmışıq. Removes the limit for the number of display column. Deməli, nətərdir? Bizdə bəzən displaydə şey ola bilər. Məsələn, visualization edirik falan belə. Orada müəyyən value'lar çıxır. O value'ların limitini qoymur da. Hamısını çatmasını istəyir. Əlavə edirsə. Ondan sonra içində maksimum 200 dənə row olsun falan belə. Bunlar bəzən əlavə eləyə bilərsiniz. Əlavə eləməsəniz də olar, yəni çox bir şey olmur. Onsuz da sonda biz bunu deyəndə, ignore deyəndə, ona da çox vaxtı şey vermir. Hansısa bir ignore vermir. Sadəcə əlavə bizim informasiyalar gələcək. Deyək ki, şey qoymuşuq, Matrix-dən call edirik, hansı ki, deyək ki, nə bilim, histogram çıxartmaq istəyir. Prosta histogramın informasiyalı çıxır əvvəldən falan belə. Ona görə dəyərləndirmək. Sonra model tuning var bizdə. Model tuning nə üçündür? F1 score'dur falan bunda. Yadınca gəlir bizim şey vardı. Nə matrix idi? Confusion matrix gəlir. Confusion matrix. Confusion matrix 4-4-də. 2-2. Confusion matrix var idi bizdə. Şeydir, true positive, true negative, false negative, false positive. Kesin ders olur. Confusion matrixdə nə var? Bax, bu. Qaydatlar istəyirsinizsə. Baxa biləcəklər. Burada olacaq böyük ihtimal. Yəni ki, aşağı. Yoxsa keçişim olur. Maraqlı use case-də bunu diqqət eləsəniz, səhvini sevərsiniz məncə. Bax, confusion matrix budur, bax. Anladın? Yəni, bax, buna deyirlər, bax, true positive. Çünki bizim actualimiz true'dur, biz positive verir. Bizim attributumuz deyək ki, bax, true positive, bax, budur.
Biz demişik ki, attrition yoxdur. Bilin, predicted attrition yoxdur. Məndə true pozitiv. Bilin, belə true negativ. Ya false negativ. Ya həm false demişik ki, attrite olubdur, negativdir özdə. Bilirsiniz, həqiqətən attrite olubdur falan. True negativ, false negativ budur. False pozitivdir ki, budur yəni falan. Bilirsiniz, belə bir şey. Ona gəl sayacaq, yəni izahını verəcək sonra, yəni bir daha işləyəcək. Okay? Alrighty. Çok büyük daha. Ondan sonra bizim burada F skorumuz var. F skorumuz ne var? Bizim precision var, bir de recall var. Hakkında açmıştık biz. Precision, recall. Precision gösterir. True pozitifine ümumi true pozitifine plus true negatif. Yok ya. True pozitiv bölünsün, true pozitiv plus negativ, true negativ falan. Ondan cəmi. Ümumi nəyə baxır? Mənim görüm, həqiqi düzgün təxmin etdiklərim, həqiqətən düzgün təxmin etdiklərim neçə faizdir? Yəni nə qədər təşkil edir də? Ümumi neçə faiz təşkil edir? Bilirsiniz? Və yaxud da ki, rekorddakı mənim düzgün təxmin eləmədiyim, mənim sən tədqiqat belə bir şey eləyir. Bir də confusion metrik niyə görə ehtiyacdır, onu bir deyim sizə. Biz niyə görə F-skora baxırıq, accuracy-yə baxırıq, recall-a baxırıq? Birincisi, bizim bu modelimizin göstəricisidir. Nə qədər yaxşı nəticə göstərir deyə. Yəni, biz demişik, mənim modelim predikt edir ki, biz 15 dənəmiz bizim çıxacaq deyə, məsələn, içində körn olacaq. Bilirsiniz, əslən qalsa 18 dənədir, orada deyək ki, 18-in 15-i predikt edə bilirdi. Bilirsiniz, amma bu məsələn üçün, bir də belə bir şey elək ki, bankda, ümumiyyətlə, körn elək deyək də, körn. Bir şirkətdə, bankda deyək, bizə deyək bir data gəlir, hansı bunda körn, bütün var, bütün kartların informasiyası var da bizdə. Deyəsə 10 ilin yerimiz var, kredi kartlarımızın datası gəlir bizə. Çox vaxtı 5%, 10%, 15% bu datanın olan insanlar körn edir. Yerə qalan, nə bilim, 95%, 90-95% adam körn eləməyənlərdir. Yəni, bizim data setimizdə imbalans var. Balans deyil. Bizim çoxu körn eləməyəndir. Bir var 50-50 ola, 60-40 ola, yenə bir balans var da, bildiriz, hamısına nə qədərdir. Amma bir də düşünün ki, bu banklar, bu data setdə imbalansdır. Ona görə bizim modelimiz, düşünsə, düşün ki, 5% datamız körn olandır. Elə 5% körn olandır. Mən heç bir model yazmıram. Mən deyirəm ki, heç körn eləyən yoxdur. Mən ben bursa deyirəm ki, hamısı 1, hamısı 0-dır. Körn eləmir. Mən məsələn qalsa 95% accuracy var. Düz demirəm. Mən 95% etməm və doğru yapmışdım. Elə belə. Heç model qurmayayım da, onda mən deyirəm ki, model qurum. 95% dəqiqliyini mən edirəm. Amma düzdür yox, düzdür deyil. Mənim əsas bizə məntiqlərim o şeydir, yəni. O 5%-dir. Mən 5% tapmaq istəyirəm həmişə. Mən modelim mütəsəvvir o 95% nəzərə alaraq da 5% dəyərləndirməliyəm. Bilirsiniz? Tema budur. O var, recall var. O recall 5%-in nə dərəcədə düzgün olduğunu göstərir. Ona görə hesablama aparır. F1 score da recall and precision'ın, precision daha çox o 95% üstünə düşür. Bilirsiniz? Recall da ki o 5% üstünə düşür. Sonra da bu recall and precision arasında müəyyən bir balanslanma eləmək lazımdır ki, nə bir tərəfə getsin, nə bir tərəfə. Bilirsiniz? İkisinin üzərinə. Ona görə F1 score. F1 score precision and recall arasında olan bir şeydir, yəni. Ümumi bir dəyərləndirmədir. Bilirsiniz? Onun arasında ümumi bir şeyə baxır, yəni balanslaşma. Həmin o iki dənə tapdığımız bizim bu matrixdir, matrix scoringdə onun ortalamasına baxır. Okay. Sonra nə demişik? Trinity split demişik. Stratified k-fold haqqında danışarıq. Cross validation vardı bizdə. Cross validation bizim modelin belə olmaması üçündür. Çəkilir ki, görək bizdə bu hansısa bir deyək ki, overfitting, underfitting var mı falan. Overfitting varsa overfitting üstünə gələn ki, cross validation ilə deyə bilərik. Baxa bilər ki, overfitting varsa onu necə eləmək olar. Azaltmaq olar falan kimisindən də düzəltmək olar.
Sonra standart scaler var, min-max scaler, bir də one hot encoder var. Bundan fərqini deyə bilən var mənə? 3 dənəsi nədir ümumiyyətlə? Standart scaler nədir? Danışmışdıq. Standart scaler öyle ki, atıram santimetre, farklı şeylerdir. Onlara aynı şeyleri hizama getirmeye mesela en 100 kilogramlı birine yazılıb 300 metre falan aynı şeye getirmeye. Bizim müxtəlif featurelərimizi, bizim fərqli featurelərimizə olan value'ları standart formda yetirmək üçün hamısı eyni şeydir. O standart scalerdə, min-max scalerdə aşağı yuxarı eyni şeydir. Eyni səbəb üçün göstərirlər, yəni ki, fəaliyyət göstərirlər. Bilin. Amma biri sonra funksiyalar dəyişikliyi var. Bilirsiniz? Sonra one hot encoderdakı şeydir. Dummy variable kimi bir şeydir. Təcək dəyərlənir. Amma one hot encoderda şey verir. Məsələn, birinciyə 1 verir, ikinciyə 2 verir, üçüncüyə 3 verir. Bir dənə kolum düzəldir kimisindən. Bilirsiniz? Danışaq yəni, görəcəksiniz. Yəni, daha rahat görünəcək onu sonra. Sonra simple inputer var. Simple inputer nə edir? Sadəcə imputation'dır. Bütün hər missing value'miz varsa imputation edir. Falan digər featureləri nəzərə alaraqdan. Logistik regressiyamız var. Bizim bir dənə modelimiz olacaq. Sonra SVM olacaq. Modelimiz decision tree. Sonra random forest olacaq. Logistik regression olacaq. Logistik regression üçün burada götürmüşdük belə. Yəni də prosto niyə 2 dəfə yazmışam onu bilmirəm. Amma yapın çıxar. Sorry? SVM-i? SVC proses SVM'in şeyidir yəni. SVC buna baxmayın da, əsas budur. SVM götürülür sadəcə. Sonra grid search var. Grid search ki bizim optimizasiyamız üçündür. Parameter optimization üçündür. Okay. Gələn buradan bizim datasetimiz buradan gəlir. Sonra burada bizim shape'imizə baxır. Görür ki bizim 10.000 dənə entry'miz var. 21 dənə kolumumuz var bizim. Okay. Ondan sonra demiş ki, bax biz həmişə datamızı çox vaxtına ayırırıq. Belə bank datalar biraz önəmli datalar. Hər zaman kopya edib oradan sonra şey demək lazımdır. Dataset həmin kopya olmuş datasetin sonra. Ola bilsin qayıdırıq geri, başqa şeylər eləmək istəyirik falan belə. Sırf security purpose-lə, yəni ki, bir də eyni şey təzədən qayıtmayaq da, bir də təzədən yükləməyə ehtiyacımız olmasın. Sonra baxırıq indi, gəl bax, görür ki, hamısının özünün bir dənə client number'ımız var. Existing, non-existing deyə bilər. Burada yazıb kolumuz bizim şeyimiz, dependent variable'imiz bu olacaq. Sonra yaşlardır, gender, mender falan belə gedir. Income kateqoriyası, income spesifik kateqoriyalar bölüblər bizdə. Vəlinin özünü verməyiblər. Öncə kateqoriyaya verilib burada. Sonra kart var, blue kart ilə green kart ilə bir şeylə kart olacaq belə. Neçə aydır bizdən relationship falan bu belə. Credit limitlərimiz var. Sonra reserve balans nə qədər şeydir. Reserve balans nə qədər opsiya ötürüldü falan belə. O point of buy bu qədər qalıbdır falan. O zaman bunun üstünə bunu gələndə bu olmalıdır da belə. Bilirsiniz? Bu ikisini toplayanda bunu verəcək. Bir dənə xırda bir sual verim, görüm bunu anlaya biləcəksiniz. Çox maraqlı gəlir mənə də. Əgər bizdə, bax bu 2 dənə kolum var. Elə, bu 2 dənə kolum var. Sizcə, mən bu 3 dənə kolun üçün istifadə eləməliyəm mi? Model qurarsam. Mənim də ağlıma gəlib, çox maraqlı bir sualdır. Sizcə, mən üçün istifadə eləməliyəm mi? Bu qalıq borcdur. Bu elə bir ki, mən deyək ki, 1000 manat xərcləmişəm, 800 manatını verəm ayın axırı, 200 manatım qalır. Bu da ki, mən nə qədər xərcləyə bilərəm həmin ay. Yəni bu ikisini toplayırsam bunu verir. Onda sonraki lazımdır, o kaçan Ondan sonra sonrakının işlətməsi, sağlakının. Hədə ortadakı nə? Yəni ikisindən birini, yəni ki, bu ikisindən birini atmalıyıq da, onu da belə çıxır. Çünki niyə? Yəni bu ikisindən birini. Sonrakının birini çıxsa bu gəlib olmayıb. Ona görə birini götürsək, əlavə optimizasiya baxımından qabağa düşmək istəyirik. Onun birini çıxarıq, o yüzden də sonrakının ortakini çıxarıq. Yəni full korrelasyon verəcək də bizə onu demək. Ona görə biz istifadə edəcəyik. Çox yuxarı korrelasyonu görəcəyik inşallah bunları. Okay, geçək.
Məncə bu da eyni şey. Daxilin sonunu göstərir. Deməli, info demişik. Biz baxmalıyıq. Ən böyük problemlərdən biri budur ki, bəzi modellər null value-lara şey eləyir də, case sensitive yanaşır. Null value qoya bilmərsən. Bir şeyini doldurmalısan. O zaman model atqaz verəcək bir sözlə. Tree-based modellər çox vaxt rahatdırlar. Tree-based modellər doldurmaq ehtiyac yoxdur. Amma məsələn üçün digər modellər, digər classification modellərinə ehtiyac var, linear modellərə falan. Biz görürük ki, okey, bizim şeydir, 10.127 dənə bizim entry'miz var. Bu entry'lərdən bunlar doludur, amma education level'da bizim missing value'miz var buraya. Marital statusda var. Belə, bu ikisində var cəmi. Okay. O simple imputation inputer var idi, onu bunun üçün istifadə edəcək bu ehtimallarla. Bu ikisi də object type'dır. Yəni, datasetə baxsaq, görəcək, həqiqdən object type olacaq. Bilirsiniz, fikir verin, bax, client number numericaldır, amma əslində numerical olmamalıdır. Çünki bunlar individuallərin şeylərdir, aidiləridir. Okay. Sonra, məsələn, mən baxmasam, gör, duplicate varmı? Bəzən olur ki, bizim bəzi entry'lərimiz duplicate olur, 2 dəfə düşür, yəni 2 və ya daha artıq düşə bilər. Duplikate'lərə belə baxarıq, ümumi baxıb, gör, duplicate varmı? Gör ki, bizim 0-dan duplikate'imiz var. Biz hər zaman bunu çək eləməliyik bu arada. Duplikate'də bəzən sıxıntı yaradırlar. Çünki error informasiya verir falan belə, model çətinləşdirir, boşuna çətinləşdirir. Yəni, bir də gəlmişim, əvvəl bir hesablama yapamışdıq ki, biz bir dəfə. Nə varıq? Bizim missing value'larımızı, NK, column by column, biz baxın, 2% missingdir. Biz görürük ki, education 15% missingdir, marital 7.4% missingdir. Bildin? Bu çoxdur dəyək. Əgər məsələn ki, buna niyə baxırıq? Biz bəzən görə bilərik ki, bəzi kolumlarımız var ki, 90%, 95% missing olacaq. Bilirsiniz? Ümumiyyətlə, genel konsept budur ki, 70%-dən artıq missing value olarsa və biznes yönümlü, biznes tərəfdən bu doldurulmarsa, deyək, məsələn, bir biznes konseptimiz var, biz bunu eləsə, bunu doldura bilərik də. Əgər elə bir doldurma metodu yoxdursa, durub hansısa bir statistika yolundan doldurma mənası yoxdur. 70%-dən çox olar. O zaman həmin kolumlar atılır. Biz buraya görürük ki, 15%-dir maksimumumuz. Ancaq bu kolumu atmayacaq, saxlayacaq. Bilirsiniz? Yəni, nə zaman sizə sual verirsə ki, və nə zaman görsəniz ki, 70%-dən artıq bir missing value var və biznes tərəfdən bu doldurula bilməz, o zaman o kolumu istifadə eləməyin, doldurmaya çalışmayın, yəni mənfisiz. Çünki oradan gələcəyiniz bir dəyərləndirmə səhv yanlış ola bilər, bizim modeli tərkəşdirə bilər. Xeyli ziyan eləmiş olarsınız özünüzə. Bilirsiniz? Belə bir şey. Ondan sonra describe demişik. Biz ümumiyyəyə baxmaq istəyirik. Describe bizim üçün ən vacib nə üçün lazımdır? Məsələn, biz deyirik, şeydir, min-max scaler, scanner scaler falan. Onu buradan dəyərləndiririk. Görürük ki, məsələn ki, gəlin ortalamaya baxaq. Bilirsiniz, buna baxmayın, yoxsa bu kolum atılacaq, bu boş tema. Bax, görürük bizdə məsələn ki, 46, bax 0-dan 100-ə kimi gedir çoxunda, eləmi? Amma burada credit limitində bax, 1600-ə gedir, 1100-ə gedir, 7000-ə gedir, 4000-ə gedir falan belə, bilirsiniz? Bu özü problem yaradacaq da, savaş. Bu temalara görə edirik. Nəyə görə deyirəm mən bunu? Ola bilər ki, siz bura baxarsınız, görürsünüz, hamınız aşağı yuxarı eyni şeylərdir. 5-dir, 10-dir, 15-dir, 20-dir, bilirsiniz, belə bir şey. O zaman çox imputer ehtiyac yoxdur, yəni. Scale'lərə ehtiyac yoxdur. Həmin anda, bilirsiniz? Okey. İndi burada, məsələn ki, baxmaq olar, şeydir, Q1, Q4 məsələn baxmaq olar falan belə. Neysə, indi bunlar çox girməyək. Buna özünüz oxuyarsınız sonra. Ehtiyac var mı danışmağa? Ortalaması nə qədərdir? Biz görürük ki, ortalama H qrupu 46-dır. Ortalama dependent counter 2-dir, yəni 2.3-dür. Təxmin 2 nəfər də, 2 nəfərli ələbə. Yəni, hər türlü bir də özüdür falan kimisindən. Yox. Hər şey, dependentə uşaq mı girir, yoxsa dependent hər türlü sən girir, bilməm, orasını tam olaraq. Önəmli şey faktor deyil bizim üçün, amma bilməm, belə bir şey ola bilər. Məncə ancaq uşaqlar girir deyəsən, bilməm. Bu sığortadaydı. Bankda var deyək. Deyək, məsələn, 5 nəfər yararlısan, 5 nəfərlə daha çox işləmə şey var. Onlar daha önəmlisi customer, nəinki 2 nəfərli, 1 nəfərli customerlar. Dependent belə şey olar. Neysə, belə, bura çox üstünə durmayaq bunu. Universal analiz baxacaq biz burada. Universal analizinə qararıq. Object type'ləri götürmüşük. Object type olan, bax, nə demişik? Describe demişik. Bax, bu describe şeyin içərisində bir şey də qalır. Include deyə bilərik. Hansı type olanlara baxa bilərik, bildiniz? Hansı type olanlara götürəcək. Yəni, bu çox qəşəng bir şeydir, kod. Bunu
Çox adam bunu bilmir. Sonra describe deyir, sonra categorical variable'ların adlarını yazır, oradan baxmağa çalışır. Amma burada rahat bir Python işimizdir. Object type deyirsiniz, yazırsınız bura bir describe içərisində. Ondan sonra sizə informasiyanı verir yəni. Bütün categorical type'ları. Categorical feature'ları. Biz görürük ki, burada hamı nəyə verir? Bizə burada count'ları verir. Unique value'larımızı verir. 2 tane unique value'miz var. Bilirsiniz. Yəni ki, unique non-null value'larımızı verir. Unique value'larımızı verir. Mesela baxaq ki, burada 2 tane unique value var. Normaldır. Yəni çölün edib eləməyəcək kimisi də. Bu bizim bu datamız şeyimiz budur. Feature'imiz budur. Main feature'imiz. Gender'də yenə 2 dənədir. Ondan sonra yəni education level falan belə onun 6 dənə falan var. Sonra income level yenə altdan kateqoriyada 300 yaxşıdır. Niyə biz bunlara baxırıq? Biz burada görə bilərik bəzən baxaq ki, məsələn üçün 10.000-dən 2800 dənə var məsələn üçün fərqli. O zaman həmin feature istifadə edəcəyik də biz çünki ona görə bir şey qoymaq istəmirik yəni. Bilirsiniz, feature atayıq falan. Burada basic normaldır, belə çox bir şey yoxdur. Yəni 30-a kimi, 20-yə kimi okeydir yəni. 20-dən sonra falan belə baxır sənin datasetin böyüklüyünə. Sənin datasetin milyardlıq data olsa, o zaman 300-500 birə normaldır yəni. Okey bir şeylə satmaq olar yəni. Bilirsiniz. Nə qədər bacarsa, çalışın 1% çox olmaz. Bilirsiniz belə bir şey. Sonra nə qədər hansılar daha çox istifadə olunur? Existing customer fikir verdiniz mi? Existing customer deməkdir. Körün eləməyən. Bizdə daha çox körün eləməyən var. Nə qədər neçə faizdə onun hələ ki şeydir. Frequency-nə bax. Məsələn, cavab frequency nə deməkdir? Yəni ki, nə qədəri bax belə frequency yazır. Budur. Bilin? Ən çox nə qədər olur? Frequency buradan gəlir. Bilir? Biz görürük 10.127-dən bizim enterimizdən 8.500-ü bizim existing customer'dır. Dedim baxın, 15% şurada yerdə qalır. Demək 15%-i körün eləyəndir, 85% körün eləməyən. Bizim modelimizdə görürüz şeyim var. Deyim, min balans var. Buradan bəllidir yəni. Sonra biz baxırıq ki, aşağı yuxarı 5300, baxırıq ki, aşağı yuxarı elə 50-nin 50, 53-ün 50-yə düşür, 47-yə düşürdür burada. Daha çox female. Qadınlar daha çox əşləyirmiş. Qadınlar daha çox istifadə edir. Sonra graduate var, çox graduatedir. Sonra married, belə var da. Çoxu da ki şeydir, 40 mindən aşağı maaşlanır. Düzdür, hər halda normaldır, 40 mindən aşağı. Buyur. Bir də blue kartı çox. Okey, buraya gəlmişik yenə kategorika variable'larımızın da in-depth. Burada məsələn biz baxırıq, ancaq bu şeyə toplara görə bilirik də biz burada. Biz bunda şey eləyəcək, bu kod vardı, biz əvvəl yazmışıq, bu koddan 3 dəfə görmüşük yəni. Burada bu option hissələrə bölüb, bütün hamısını verir. Nə qədər şeydir, exist, nə qədər non-exist, budur, belə yazıblar da hamısını. Məsələn, bəxəm deyilmişsə, graduate daha çoxdur. Amma digərlərini görməmişdik. Onun üçün hansıları gəlir falan belə, hamısını yazır. Amma önəmli deyil yəni, bu qədər də. Məsələn, biz buradan nə tapa bilirik biz belə? Bizim missing value'larımız var daxil baya. Bizim missing variable'larımız məsələn üçün onlar şeydir. Məsələn ki, biz burada görürük ki, okey, təkcə bizim missing value'larımız normalda var, o okey. Bir də burada məsələn ki, məntiqli olmayan bəzi feature'lar, bəzi entry'lərimiz ola bilər, sual işarəsi ola bilər. Məsələn, bura şeydir, missing deyil, education missing qoyulublar, amma sual işarəsi qoyublar. Sual işarəsini biz bilmirik də belə. Biz əslində onun replacement'ını bizim şey deyirsə, onu missing value kimi kateqorize edib, oradan dəyərləndirmə aparmalıyıq da. Heç bir məntiq vermir də biz əslində qalsa. Doğru deyim, səhv deyirəm. Məsələn, buna baxın. ABC. Buna baxın, ABC. ABC nədir? Income kateqoriyası biz bilmirik də əslində qalsa. Biz bunu missing value kimi treat eləməliyik əslində qalsa. Bilirik, ya doldurma, yatmalıyıq. Bilirik, ona demək istəyirəm. Deyə bura yazılıb, yazmışıq. ABC value considered and treated as missing values. Okay. Ondan sonra biz demişik nə araq? Onun başdan bilirdik ki, biz client nömrəsini atmalıyıq. Demişik, axis demişik 1 olsun, in place true demişik ki, bizim dataseti atsın yəni. Ondan sonra attrition'lar demişik. Bizim bir dependent variable'ımız bu daxil. Bu dependent variable'ımızı
existing customer 0 yazmışıq, attrition customer 1 yazmışıq. Yəni ki, churn olanı 0 eləyəcək, churn olanı 1 yazırıq, eləməyəni 0 yazırıq. Sonra explorator data analysis demişik. Gəlin burada bir dənə şeyə baxaq. Biz burada müəyyən bir nəticələr çatmaq istəyirik də belə də. Code base baxmaq çox önəmli deyil, amma ümumiyyətlə şey anlayaq. Demişik ki, gəlin burada boxplot quraq birinci. Bax, boxplotumuz burada bizim. Boxplot deyə customer age üçün, yaş üçün. Bir də ki, histogram deyə yaş üçün. Bildiniz, onu çıxardaq. Biz burada nə görə bilirik? Biz ortalama yaşı bildik, təxminən 46 yaşdır. Falan bilən. Bir də baxın ki, bizim customer age'imiz. Bu nə olur? Bax, bu bizə nə verir? Normal distribution yəni. Ortalama medianımızda, 1000 ilə medianımızda 46-dır. Niyə bunu hanı tapırıq? Mən məsələn ki, mən görüm ki, mənim medianım da aşağı yuxarı eyni şeydir, yəni 1000-in də. Nə ola bilər? Bu biləs ki, ola bilərdi, bu bilə ola bilərdi. Amma mənim medianım dəyişik ola bilərdi, bilirsiniz? Çünki 1000 ilə median eyni şey deyil də. Ola bilsin ki, mənim bəzi şeylər, extra value'larım belə, bilirsiniz? Onlar çox böyük ola bilər, o mənim ortalamamı təşkil edə bilər. Məsələn ki, medianım o deyil, yəni. Bildiniz? So, on book var, ona baxırıq. Bir də bunu görürük ki, bizim most customer deyir ki, thanks for 3 years. Niyə? 36. Bizim ortalama ən çox 36-dır. Bax, bu rəqəm 36-dır. Bizim 1000-də medianda 36-dır, yəni. Bildiniz? From the box plot, we can see that there are outliers on both sides of the whiskey. Bizim bəzi outlierimiz var. Burada var outlierimiz, amma çox görünən təsir eləməyibdir məncə. Çünki bizim bu dəqiqə baxanda aşağı yuxarı bunun kimi normal distribution'dır. Aşağı yuxarı. Çox şey yoxdur yəni. Ondan sonra credit limiti var. Credit limitinə baxırıq. Credit limitində bayağı bir screwness var bizdə. Credit limitində credit limit is screwed on the right side demişik. There are quite a few customers with a maximum credit limit of 35,000. Biz bayağı varmış burada. Ama 50%'i 5000'den aşağıdır. Onu hara tapdıq biz? 5000'den aşağı olduğunu değerlendirdik. Buraya bu hissəyə gəldik. Bilirsiniz? Niyə? Çünki bizim şeyimiz belə, tədimi, riskimiz bayağı bir düşüb bu şeydə 5000 ortalamasına çıxıb da belə. Bilirsiniz? Bizim böyük ihtimal şeyimizdə 50% var. 4%-dən 50%-də average'imiz bunun ikisi də çıxıb 5000 civarında. Sonra total revolving ball var. Total revolving ball nələri? Deyək ki, o da baxır ki, bizdə baxır ki, 2 dənə whisker var. Həm burada, həm burada. Nə olub məndə? Most customer pay the complete fees. Fikir verirsiniz bura. Çoxu sıfıra düşür. Çoxu bitirir yəni. Əslində qalsa. Bilirsiniz? Çoxu ya bitirir, ya ki, bir çoxu da şeydir, 2500 revolving fee qalır, yəni. $2500 borsa çıxır. Sonra bunu biz digərinə baxırıq. Average open to buy. Average open to buy daha çox nə olubdur? Rise screwness var bunda. Describe that most customers used a big part of their limit while only a few customers were left with the majority of their credit limit. Deyək ki, məsələn, bəziləri, məsələn, şeydir də, çoxunu xərcləmə pulu qalmır, yəni, doldurur, yəni. Amma əsl çoxu şeydir, çoxu əslən qalsa çox xərcləyirdi, dibinə kimi xərcləyir, sonra şeylər bilmir, ödəməni eləyə bilmir, yəni. Sonra transaction, buna baxırıq, burada çox bir şey yoxdur. Burada description, mən nəyə baxmaq istəyirik? Yalnız salmaq çalışırıq da, sadəcə right screwness, left screwness falan belə şeylər dəyərləndiririk. Məncə, bunun üçün çox qalmayaq. Bilirsiniz. Bir də mən əsas nəyə baxırıq biz burada? Bax, görürük ki, bizim open to buy, bizim bayağı şeyimiz var, yəni. Deyəm də buralara baxaq. Bizim outlierimiz çoxdur əslində qədər. Bax, credit limitdə bizim outlierimiz var. Total revolving bizim outlierimiz çox yoxdur. Average to buy-da var, bizim bayağı bir outlierimiz var. Burada yox demək olar ki, burada bizim outlierlərimiz var. Bunu marfa chartdır. Fikir versin buna. Sizcə bu chart nə sayılır?
Ray sükunuz var. Yox. Çox az bir value'dur. Buna da 100% şey geçişiblər. Bax, bunun içinə var ya, bax, bizim altlarımız var ya, bax, belə, bax, buradan deyək də. Bu xırda altlarımızdan biz 5-6 dənə altlarımız düşürdük, belə olubdur. Əslində şeydir, normal distribution yaxın bir şeydir yəni. Burada ray sükunuz var falan belə. Mən də çox getməyəm bunun üstünə, hamısı bir-birindən aracaq onsuz da. Bilirsiniz, mənası yoxdur yəni. Burada ümumiyyətlə baxsaq bir görəcək, burada distribution is create, məsələn, deyək hansılar ray sükunuz, hansılar şeydir falan belə, necə baxmayaq. So, bir vəd analisis demişik, correlation. Necə desək, modellation şəkildə də. Durmayın, mən əsas başlayıb burada. Nə deyirdi? Bir vəd analisis demişik, figurun formatına görə baxırıq, şey eləyirik, biz correlation metrik eləyirik. Biz baxırıq ki, months on book, yəni 2 aydır burada həmin kartdan istifadə edilir, həmin bank kartdan istifadə edilir. Bir də customers age. Bunun arasında çox böyük bir korrelasya var. Yaşdan yaş artdıqca daha çox istifadə edilmişdir. Yəni, daha uzun müddət qalıcılığı varmış. Bəzən də negativ correlation çox deyil, amma bir dənə burada correlation, average open to buy var. Yəni, nə qədər qalıq var. Bir də ki, average utilization ratio. Bu ikisi arasında. Bu ikisi normaldır. Yəni, belə baxanda. Ümumi nə qədər çox istifadə edirsə, o qədər çox da qalığı olur falan belə. Geri ödəmə edir falan belə. Negativ şey var da, negativ correlation var. Nə qədər çox xərcləyirsə, o qədər çox borcu olacaqdır ki, average open to buy olmayacaq. Yəni qalığı, kredit qalığı olmayacaq. Bilir? Belə. Sonra attrition flag demişik. Biz baxaq görək məsələn ki, şeydə bir genderlərlə baxırıq ki, görürük ki, bizim female ilə male arasında bizim datasetdə çox bir şeyimiz yoxdur. Aşağı yuxarı eynidir. Bilirsiniz? Yəni aşağı yuxarı 20%, ikisindən ki 20% yaxın belə attrition rate var. Bilirsiniz? Yəni qadın ikisinin çox arasında fərq yoxdur. Marital status'a görə baxırıq. Biz görürük ki, elə bu da aşağı yuxarı eynidir. Çox belə married, single, çox dərləndirmə qatmır yəni bizə. Attrition by education level. Bir dənə görürük ki, doktorlar daha çox şey var. Daha çox attribute eləyirlər. Maraqlı faktor budur yəni. Çox maraqlı. Sonra income levelinə gəlib baxırıq belə. Görürük ki, aşağı yuxarı hamısı yerində eynidir. Yəni çox bir şey yoxdur yəni. Bilirsiniz? Yəni bir dənə məsələn üçün harda var? Less than for case bunlar daha çox attribute edənlər var. Biraz. Sonra kart kateqoriyasına görə baxırıq. Görürük ki, platinum kartlar attrition eləmə daha yuxarı. Necə fee verirlər? Platinum fee verilir deyə. Çıxmağa daha yəni. Çox istifadə eləmişsə çıxacaqdır. Pul versin aydan ya boş-boşuna, ildən ya boş-boşuna. Sonra contract count 12 ay kontrakt bağlayır. Biz görürük ki, 6 ay istifadə eləməyəndə bu adam çıxır çox vaxt. Özü demək ki, 100% şey var. Attrition var. Bilirsiniz, 6 ay istifadə eləmişsə çıxır da bu eləmir. Sonra yox, bu o deyildi. Contract count. Nə qədər count çox olursa, nə qədər çox kartı varsa, nə qədər çox kontraktı varsa, o qədər çox olsun. Çox yuxarı olanda fikircə mi var? Artıq ki, nə qədər çox kontrakt bağlayırsa banklarına, o qədər sən 10 dənə kredit kartı açsan, birini bağlayırsan da böyük ehtimalle daha şeydə də, o bilən bağlayırsan, yenisini açırsan. Onu nasıl bağlayırsan? Yəni bir adam onun limiti var da, ümumi limit də var. Hani ondan bankda 5000 salamatdansa, 2 dənə kartda və bir dənə kartda 50 salama daha maraqlıdır. Yəni daha şeydir. Sonra mass inactive var. Biz görürük çox qəribə bir faktordur yəni. Deməli inactive increase, attrition also increases. 2 ilə 6 ay arası olanda, fikirləşsə 2 ilə 4 ay arası. Fikirləşsə buna bax, müəyyən bir periodik bir artım var yəni. Yəni 2 ilə 4 arası, 2-4 arası çox istifadə eləməyəndə çox vaxt attribute edirlər. Nətər sonra ilk aydan attribute edilənlər var. Alır sonra attribute edir. Alır və kredit kartını bağlayır həmin. Maraqlı gəlir, bir şeyi sonra vaxt sistemdə bağlayır. Daha çox bu kateqoriyaya giribdir. Total relationship count. Ümumiyyətlə neçə kart açıbmış bankdan falan belə. Görürük ki, nə qədər ən çox 2 dənə çox bağlayır falan belə. Burada çox yoxdur. Neysə, belə. İndi outlierlərə baxaq. Bizim outlierlərimiz ən önəmli faktorlarımızdır. Elə, outlierə bir satma. Bizim bayağı bir outlierimiz var idi. Nağımız quantilelərə bölmüşük. Bizim first quantileimiz 25%, datamızın 25% düşdüyü hissədir. Short kartların 75%-in düşdüyü hissədir. Okay. Sonra interquantile range vardı. 3-cü quantile'ın birincini çıxardıq falan belə. Sonra da upper and lower limit qoyurdu. Upper limit nədir? 1.5 vurulsun interquantile range çıxırsın birincidən. Bir də bu. Bizim bu nəyə describe edir? Biz bunu describe edir. Deyə bax bu hissə.
Bu hissə. Bilirsiniz? Bu hissənə bu hissəni də çıxıb edir. Bu bizim upper şeydir, quantity'dir. Upper'ımdır. Bu da mənim lower'ımdır. Bilirsiniz? Ya. Upper'ımda orada, lower'ımda bu belə. Mən çıxardıram, mən görürəm ki, attrition flag'da mənim onun mən bura baxmalı deyildim əslində gəlsə. Neyse, bunlara baxmayacağım. Çox vaxt numerikalara baxılacaq onsuz da. Mən görürəm ki, ümumiyyətlə nə qədər datamda şey var mənim. Nə deyim? Upper lower nə qədər neçə faizi ümumiyyətlə şey düşüb də. Sanırım. Outlier düşübdür yəni. After identifying outlier, we can decide whether to remove, treat them or not. It depends on one's approach. We are not going to treat them as very outlier, real case scenario, age, total number of cash transactions, number of transactions, and we will want the model to learn the underlying patterns for such customers. Deyək ki, məsələn, bəzi şeylər görüb eləməyəcək, bir şeylər eləməyəcək. Adlarıyla çox toxunmuruq. Çünki baxırıq, şeydən şey dəyişir. Case by case dəyişir. Bəzi caselərimiz var ki, bizdən onsuz da ekstrem şeylər olacaqlar. Bilin, ekstremlər olacaq. İndi baxırsan öz keyfinə. Biz görürük ki, bizim çox adlarımız yoxdur əslində qalsa. Çıxara bilərik. Məsələn, bir case by case baxmaq lazımdır onlara. Adlarıyla çox case by case baxılır. Yəni də buradan ümumi şeylər bilmərsən. Necə treat edirlər ona çox vaxtı. Baya mənim adları çox təsir edir ümumiyyətlə. Nə qarım, onu mən missing value kimi deyirəm, sonra missing value kimi treat edirəm. Bilir? ABC vardı, bir axılım categorical type, hansı ki, meaningful deyildi, onun kimi. Neysə. Mən görürsünüz, gəlmişik bura. Gəlmişik deyək ki, missing value'lar eləyək, imputation eləyək. Mən də tam götürmüşəm tezdən əsas datamı. Mən nəsə çox dəyişməmişdim də datama, sırf analizə baxırdım yəni. Onu götürmüşük. Mən ABC demişdim ki, income kategorisində ABC var ya, bir dənə bizim əlavə. Which is not meaningless olan bir şey vardı. Onu demişim ki, NA-nə əvəzləyək də. NA-nə əvəzləyirəm. Mən görürüm ki, mənim 1111 dənə şeyim olur onda. Təbii, missing value-um olur. 1112 dənə daha doğrusu. Bax, bizim baxın burada missing value-imiz 0 idi. Amma doğru bir konsept deyil əslində. Bizim missing value-imiz. Çünki orada income kategorisini verilmişlər. Bilir? Onu da mən şey eləmişəm. Hissələrə bölmüşəm. Attrition flaglər məsələlərini. Bilin. Ondan sonra mən getmişik şeyləri. Training test split edirik. 30%-in training test edirik. 70%-in training set edirik. Stratify demişik. Yadına gəlir bax bu hissə. Bu hissə yadına gələn var. Bu stratify neyinirdi? Bunu görməyim. Stratify neyinirdi? Prediktiyle akçe olduğumuzu sərf eləmən şeydir, birimən 5 var. İmbalansı test safhasında da imbalanslaşdır. Bəli. Məsələn, mən götürəndə, məsələn, bu nə qədər test split? Randomunu select edir. Bu adet random selected-də mən hamısı getkiləmişəm. Deyim ki, kategorika A-dən götürmüşəm. B-yə ancaq testə düşübdür. Heç bir şey öyrənmir mənim testdə. Və testdə heç nə qalmam, testdə gedir, testdə bir şey qalmır mənim. Hamısından bir-bir olacaq. Onu da dəyərləndirmək üçün. Bax, gəlin oxuyalım buradan. Çünki çox önəmli bir faktor dəsinə qalsa bu. Çünki mən bilirəm ki, mənim 15-16% datam mənim şeydir, attracteddir. 85% non-attracteddir, eləmi? Ona görə də mən demişəm, bax, some classification problems can exhibit a large imbalance in the distribution of the target classes. Bilir, target class nədir? O şeydə, bu attrition flag. For instance, there could be several times more negative samples than the positive samples. In such cases, it's recommended to use the stratified sampling technique to ensure that relative class frequencies are approximately preserved in each training and validation fault. Okay? Buna faultlar deyirik də, biz onsa hissələr bölmə fault deyilirdi ona. Okay. Məncə biraz ara verək, 5 dəqiqə, 10 dəqiqə sonra gələk, 3-5 dəqiqə. Gəl davam edək orada. Olar elə? Qaqam yatır. Zaten. Yorulmuşsan, aynıysan. Sən yorulmuşsan, mən yeyinirəm, ona görə Allah bilir.
Okay. The missing value imputation demişik. Bizim 3 tane missing value'miz var idi də feature olaraq. Education level idi, marital status idi, bir də income kateqori idi. Simple imputer demişik. Strateji qoymuşuq most frequent. Yəni ən çox hansıdırsa onu dəyərləndirmə demişik. Simple imputer bu deməkdir. Yəni çox ən xırda şeydir, nağarsız. Simple imputer daha çox kateqorika variable kimi istifadə olunur. Çünki kateqorika variable-da ortalama tapa bilmərsən falan belə bir şeylər bilmərsən də. Ən yaxşı halda nə etsən, hansı daha çox istifadə olunsa onu turlayasınız da ora. Yaxşı bir texnik deyil, amma texnikdir bir dənə də. Ən çox hansından istifadə olunsa ona görə həmin onda qoysun belə. Ondan sonra transform demişik. Imputer transformasını nə edirik? Fit transform deyirik. Bizim şey deyirik. Data setimizi onu əlavə edirik. Belə bir şey. Bir bax bu nə deməkdir? Bu bizim sırf simple imputer modelimizi qurur. Bu da input modelidir. Input modeli bizim data set var ya bu train test setdə bu həmin bu kateqoriyalar üçün. Ona görə şey eləmişik axı. Ona görə təbii data setimizi ona görə formalaşdırırıq da. Data setin yüksəltdirir ki, həmin data seti imputation funksiyasını əlavə eləsin, modelini qoysun, onun yerini doldursun. Biz bunu demədən, bu fit transform eləmədən data setimizə biz hansısa bir imputation'ı həmin bu modeli qurçatlı nəfəri yarayır da. Bildiniz? Fit transform sırf data seti transformasiya eləmək üçündür. Okay? Bunu həm train set üçün elədik, həm test set üçün elədik. Ondan sonra biz baxırıq ki, görürük bizim hər hansısa bir missing value'miz yoxdur. Agreed? Nə bizim train setdə var, nə bizim test setdə var. Hamısı doldurulubdur. Sonra nə demişik? İndi gəl deyirik ki, eləyək. Bir də təzədən baxaq görək ki, bizim kateqorika variable'larımızda, object type, kateqori type'larda bizdə görə bizim missing value'miz yoxdur. İndi baxıram görüm hansına daha çoxdur. Məndə 18 şey var idi də. Tərdim, bax, marital status idi, income level idi, bildiniz, income kateqori idi, bir də, ümumiyyətlə, baxın bir dənə tezdən, bir də education level. Bax, bu 3 dənə də missing value'miz var idi bizim. Bilin, baxlayın, biz də bunları tapmışdıq, amma bunlara missing value'lar var. İndi missing value olmadan görə nə qədər göstərir də. Mən də gördüm. Bayaqlar məndə 2000 nə qədər, 3000 nə qədər oldu falan belə less than 40. Ən çox buydu da bizim kateqoriyamız. Yəni ən çox bu kateqoriyaya düşürdü bizim featurelərimiz missing value olanda. Ancaq bu nə əvəzdədir? Burada yenə də Mary daha çox artdı falan belə. Buradakı education leveli graduate olanlar üçündür. Yəni bakalavr olanlar üçün daha da artmış oldu. Bildiniz? Sonra da bunu da eləmişik. Object type'lar ki, test set üçünə baxırıq belə. Yenə eyni formatda gedibdir. Nəsə ona baxmayaq, çox dəyərləndirməyə ehtiyacı yoxdur. Encoding categorical variable'lar demişik. Categorical variable'lar get dummy variable kimi şeydir. Niyə görə dummy variable edirik? Dummy variable edirik çünki bizim çox kateqori. Onda bizə baxsanız, görürük ki, education level'də cəmi 6 dənə var bizdə. Bu içində marital status cəmi 3 dənədir. Bildiniz? Marital statusda sonra income level'də cəmi 1, 2, 3, 4, 5 dənə var cəmi bizdə. Bildiniz? Ondan sonra da kateqoriyasında bizim cəmi 4 dənə var. Çox az da, bu da yüzlərlə deyil, yəni bildim, böyük dataset deyil, yəni. Ona görə biz rahatlıqla get dummy variable qura bilərik. Dummy variable nə var? Əlavə featurelər çıxardır bizdə. Hər bir kateqoriya üçün 0 bilənlə əvəz edib, bax. Fikir verdiniz. Gender, bir dənə maili bilsə, female sayını bilir. Danışda, bir dənəsi çıxır. N-1 qədərdir, yəni, bildiniz. So, education'da, fikir verdiniz, doktoradan başlayır. Bildiniz, doktora var, graduate var, birini çıxardır, yəni. Sonra nə belə davam edir. So, model evaluation criterion var. The model can make two type of wrong predictions yazmışıq. O 2 dənə səhv şeylər bilər də. Yəni biz modeli qursaq belə 2 dənə yanlış bizim şeyimiz ola bilər. Predicting a customer will attract and a customer doesn't attract. Bizim 2 dənə predictions 2 dənə yanlış eləyə bilər də. Demişik biz prediction deyə bilirsə attract eləyəcək, amma məsələn eləmir. Ya deyir ki, eləməyəcək, amma eləyir. 2 dənə kateqoriyamız var da bizim. Ona görə. Okay. Which case is more important? Yəni hansı case daha çox importantdır bizim üçün?
Yox. Bizim 2 dənə yanlış məhsulumuz var, yolumuz var. 2 dənə yanlış ola bilər də. Biz deymişik ətrit eləyəcək, amma eləmir. Əslində. Modelimiz deyir ki, ətrit eləyir. Bu həmin bir dənə xüsusi bir kolum deyir ki, bir row, bir dənə customer deyir ki, məsələn mən deyirsiniz məsələn, sizin kredit kartınız var. Mən də ABB-də işləyirəm, ABB kartını istifadə edirəm. Mən deyirəm ki, ABB kartım, həmin ABB kartın yüzü xanım ətrit eləyəcək. Amma məsələn eləmir. Yanlış prediction. Ya demişəm ətrit eləməyəcək, amma məsələn eləyir. Bundan hansı daha önəmlidir? Hansını daha çox diqqət eləməliyik biz? Type 1, Type 2 error var da belə. Type 1 error önəmli, Type 2 error önəmlidir. Type 2 daha. Biri xərcə məsələsi yanında qalır. Hə. Birinci error odur ki, xəstə gəlir, deyir ona, sən xərcə deyilsən, mənə görə xərcə yox. Bu da bir error. Yəni bu daha... Yox, dəqiq qaçı salsan. Type 2-dir. Bax, bunu belə, bax, bunu edəsən belə. Vacib olan, bunu 1-2 kimi, 2 birdən daha böyükdür. Bax, mən də belə yada saxlayıram. 2 birdən daha önəmlidir, eləmi? Type 2 daha önəmlidir, Type 1-dən. Type 1, bax, bunu deyirlər, false negative. Bax, false negative var. Bilir? False positive var. Bilir? False positive. O type 1 errordur. Səhvən pozitiv deyirsən, məsələn negativdir. Çox da şey deyil, təhlükəli bir şey deyil. False negative. False negative. Yox, false. Bax, true, nə deyim? True positive, true positive var. Yox, false positive var. Bir də false negative var. Type 1 false positive. Type 2 true negative. True negative deyil, false negative. True negative normaldir yəni. Yəni ki, o da negativ, o da negativ. Bilir? Type 2 odur. Type 2 önəmlidir bizim üçün. Biz ətrit edənləri biz tapmaq istəyirik də, biz çölləri tapmaq istəyirik. Okay? Bax, görə nə deyir burada? Bax, how to reduce the loss, we need to reduce false negative. Görürsünüz? False negative çünki bizim üçün ən önəmlisi budur. Type 2 errordur. Bilir? Dedim ki, bank will want recall to be maximized, greater the recall, bax, greater the recall. Dedim ki, recall demişdi false pozitivləri. False negativləri şeyləri dəyərləndirməsini aparır da. Greater the recall, higher the chance of minimizing the false negatives. Recall'ımız bizim yuxarı olmalıdır. Hence the focus should be in increasing recall or minimizing the false negatives or in other words identifying the true positives. Bilirsiniz, true positivlər bizim üçün çoxdur. True positive negativ yuxarı olarsa, o qədər çox da false negativimiz aşağı olacaq. Bilirsiniz? So that the bank want retain their variable customer by identifying the customer who are risk of attrition. Mesela. Bildiyimiz şeydir yəni. Burada bizim metrikimiz var. Metrik skorumuzu şeyləmişik, dəyərləndirməsini eləmişik. Bilirsiniz? Əvvəlcə predikti götürür, sonra confusion metrik qurur. Bilirsiniz? Əvvəl bizdə vardı, o gün əmrədiyimizdə eyni şeydir. Dəyişən bir şey yoxdur. Eyni koddur. Eyni funksiyadır. Sonra bizim modellərimiz olacaq. 4 tane modelimiz olacaq bizim. Logistik regresiya necə işlədiyini bilirik. Logistik regresiyanı bilirik də, bu belə bir şeydir. 1 çıxasın, 1 plus exponential çıxasın, mənfi x'ini. Sən bunun funksiyanı bilmək ihtiyacınız yoxdur yəni. Logistik regresiya deyim ki, simple logistik regresiya qururuq. Sonra fit deyirik. Train datamızı, x-train və y-trainimizi qoyuruq modelə. Niyə? X-trainimiz bizim independent variable'larımızdır. Y-train bizim dependent variable'ımızdır. Okay? Sonra da demişik ki, gəl bu performance matrixini kol eləyək. Biz baxırıq ki, bizim ən vacib recall idi axı. Bax, recall bizim true negativlər, false negativlərimizi verir. True pozitivləri, false pozitivləri budur. False negativləri budur. Bilirsiniz? False pozitiv, false negativ arasında olan əlaqə də budur. Anladın? Onun üçün biz əsas nədir? Bizim recall'umuz yuxarı olmalıdır. 1 üçün. 1 nə idi? 1 üçün amma, bilirsiniz? Niyə görə 1'ə baxırıq? 1 bizim şeyimizdir də, əsasımızdır. Bax, 0 nədir? 0 bizim ətrit eləməyənlərdir qalanı. 1 bizim ətrit eləyənlərdir. Biz 1'in recall'unu bizim modelimizdə olmaz. Bizim bu nə qədər yuxarı olsa qədər yaxşıdır. Biz görürük, bu çox aşağıdır.
50-50 yapsa daha yaxşıdır. Nəinki belə bir şeydir. Yəni yaxşı model deyil, yəni bu göstərici yaxşı nəticə göstərmir yəni. Nə olsun ki 96% verirsə elə 0 şeylərdə, dərlər, birlərdə, sıfırlarda, yəni ki şeydir, bu attrition eləməyənlərdə. Attrition eləməyəndə çox yaxşı nəticə verir. Attrition edənlər yaxşı şey vermir, yəni göstərici verə bilər. Onca yaxşı bir şey deyil, model deyil yəni. Okay? Gəlin test setimiz üçün eləyək. Test setlərə bax dəyişən yoxdur. Eyni şeydir aşağı yuxarı. Test datamızda bilirsiniz. Bu nəyə göstərir? Bizə göstərir ki, accuracy 90%-dir. Ümumi accuracy 90%. Press edilmə var. 90%, 90 F1 skoru da bizim 90%-ə yaxındır. Burada 90%-ə yaxındır falan belə. Okay, qəşəng nəticədir. Amma bizim rekorumuz çox aşağıdır, 44-dür. Okay? Training testlər. Onca bizim hər hansısa bir overfitting yoxdur. Overfittingimiz yoxdur. Çünki training testləri eyni dəyərləndirmə verir də yaxşıdır. Amma performansı yaxşı deyil də şey üçün, attrition üçün. Bildiniz? Okay. Mən demişəm ki, kolumlarımı çıxardım. Hansı kolumlarım coefficientlərini çatmaq istəyirəm. Mən görürüm ki, contract count 12, mənim şeyim daha yuxarıdır. Deyirsən ana, coefficientim yuxarıdır. Yəni mənim ən çox modelim dəyərləndirməni buradan yaparıbdır. Okay. Bu deməkdir. Yadınızda tree-based modeldə bir şey tapa bilirik də. Most important feature tapa bilirik də. Feature importance vardır. Bu da linear regressiyanın şeydir. Feature importance'dır. Çünki hansı modelə daha çox coefficient verirsə, onun dəyərləndirməsi daha yuxarıdır da. Linear regressiya nədir? Şeydir, deyək ki, W0 bizim şeydir, fixed value'muzdur. Sonra plus W1, X1, X1'imiz bizim value'dur, feature'imizdir. Şeydir ki, W1'dəki onun şeydir, weight'idir, coefficient'idir. Bizim ən böyük coefficient bizə belə. Demək, bizim modelimiz ən çox bu feature dəyərləndirməlidir bu modeldə. Bilir? Onun səbəbi digərində budur, sonra dependent variable'dir, customer age-dir falan belə. Aşağılara gəldik, görürük ki, negativ olan correlation'lar da var belə. Negativ, yəni ki, tam tərsinə mənfi olan da ola bilər də. Hamısı positive correlation olası deyil, yəni bildiniz? Oran yerləsi deyil. Yəni, coefficientlər bizim mənfi ola bilər. Okay. Sonra biz görürük ki, most important positive effect important da bunlardır. Negativ effekt olanlar da bunlardır. Sonra görürük ki, məsələn, bizim most important feature'ımız contract count 12'dir. Sonra məsələn üçün görürük ki, attrition is dependent on the customer's activity. Activity nə görə? Bax, fikir versiniz activity nə görə deyib? Görürük ki, bizdən bax, activity məsələsidir. Bax, month inactivedir, contract count'dur, dependent count'dur. Bax, yəni bankla nə qədər əlaqə qurursa, nə qədər çox işdə varsa, o qədər çox şey eləyir də. Dedim, attrition, yəni ona görə çıxır yola qalır. Bizim əsas featurelərimiz bunlar. Yəni, çıxmağı və qalmağı, bunun hamısı bank aktivitetlərindən daha çox asılı bir şeydir ki, nəinki belə. Bilirsiniz? Nəinki digər featurelər də belə. Gold olsun, bu olsun. Credit limiti belə əhəmiyyət kəsb eləmir, yəni. Əsas bunlardır, bu featurelər. Yəni ki, 3000 və 5000 olmağı əhəmiyyət kəsb eləmir bu modeldə. Bilirsiniz? Daha çox aktivliyidir. Nəysə, buradan çıxdı. Bu nə qarı? The coefficient of the logistic regression model gives us the log of odds, which is hard to interpret in the real world. We can convert the by taking exponential. Buna girməyə ehtiyac yoxdur, boş verin. Nə deməkdir bu? Deyək, odds of customer contacting with the bank more to attract are 20% who is not. Nə göstərir bu? Ümumiyyətlə, birinin o birinə daha çox olmasını göstərir. Bilirsiniz? Məsələn, görürük ki, biz contract count'umuz 1.3 dəfə daha çox şeyə düşür ki, birinci kateqoriyaya düşür və ikinci kateqoriya. Burada məsələn üçün month inactivity deyək ki, 1.3 aşağı yuxarı, 1.28 deyək də, 1.28 dəfə daha çox bu kateqoriyaya düşür, nəinki o kateqoriya falan belə. 20% nisbətən çıxarır da belə. Bilirsiniz? Yəni ki, mənim value'larım çoxu daha çox buradadır, nəinki bu birisində. Bilirsiniz? Yəni, gəl bunu bax, buna baxaq. 1'ə yaxın bir şeydir bu. Bu. Eyni qədər faiz nisbətən baxın, eyni qədər həm şeyə düşür, attrition düşür, nümayiş düşür. Okay? Bunu göstərir, bu bloklar. Okay. So precision recall curve for logistic regression demişik. Bu nədir? Precision recall demişdik, axı ikisi bir-birinin çəkişməsi vardır. Bizim nə qalmaq istəyərsək?
biz tapmağa çalışırıq ki, ən yaxşı hal hansıdır? Həm precisionum doğru olsun, həm recall'um eyni olsun. Və onca curve quranda, bax precision recall curve var, o vaxt tapmışıq trade-off demişdik. Biz tapmışıq bizim thresholdumuz nə idi? Biz görürük ki, bizim 35 falan bile 35 deyək də buna. 35 olub, hə, 0.35. Bizim ortalamamızdır. Yəni ki, əgər biz thresholdumuzu qəbul etməyə görə, bax, mesela biz model, bir şey predict edirlər model quranda, predict model quranda. Onun şeyini götürür. Predictive modelde onun first probability'sini çağırır. İnkişaf faizi ehtimalən nə? Normal modellerde 50% götürür. 50% yukarı olarsa o şey sayılır, true sayılır, 50'den aşağıca false sayılır da belə. Bilirsiniz? Probability sayılır. Mesela onu aşağı salsam, 50 yok 40 salsam falan belə, onda probability daha çok artır da mənim. Bilirsiniz? Deyir ki, gəl prediction modelimin ortamışda da elə yer tapaq ki, ən mükəmməl kəşf məntəqəsi olsun da belə. Mənim prediction modelimə şey olsun. Görücü 0.35 mənim şeyimdir. Thresholdumu qoysam, ən optimal thresholdum 0.35-dir. 0.35-i görə bölsəm, çıxartacam mən də belə. Görərəm ki, mənim recall'um artır. Bilirsiniz? Recall'um artıbdır, yəni. Training setdə. Ki, normal bir şeydir də bu. Precisionum da stabilləşir, yəni. Görürsünüz, mənim bəlkə precisionum daha yuxarı idi. Gəlin baxaq. Mənim bəlkə precisionum şeydir. 90 imiş. Yox, hə. Precisionum 90 idi. Recall'um 44 idi, eləmi? Yəni burada mən həm precisionum artıq, həm recall'um artıq. Niyə görə? Çünki mən threshold'umu 50%-dən 35 saldım axı. Məntiqli də 92-yə qalxdı, 60-a qalxdı. Daha çox şeyə təsir edir, recall'a təsir edir ki, nəinki o birisinə. Hansı bir şeydə, özdə type 2 error məsələsində. Okay? Ondan sonra da mən test set üçün bunu eləyirəm. Test set üçün də artıq 60-93 oldu. Okay? Which is a good şey. The model gives similar performance on test and training set. The model is given generalized performance. Yəni ki, overfitting yoxdur, generalization var bura. The record of the test data has increased significantly, while at the same time the precision has decreased slightly, which is expected olur da, yəni ki, biraz azalıb, yəni. Which is expected while adjusting the threshold. Okay? Threshold adjust eləmişik də, ona görə şey eləmişik, aşağı salmışıq bana. Average record and precision for the model are good, but let's see if we can find yəni başqa bir algoritm tapa bilərikmi deyə. Sonra support vector mesh'inə baxırıq biz indi. Support vector mesh'ində support vector mesh'ini almalıyıq biz. Min-max scale olmalıyıq da belə. Çünki o case sensitivedir. Tree based modellərdə yox lazımdır. Amma min-max scale də lazım. SVM-də lazımdır. Min-max scale də bir şey bu scaling form şeyləmişik, scale'in adını vermişik bu modelimizə. Sonra həmin modelə transform edib training datamızı qoymuşuq. Okay? Sonra gəlmişik həm linear kernel üçün, həm də RBF kernellə bu ikisini görə də dəyərləndirmə aparırıq. Birinci biz SVM modelimizi linear üçün kernel üçün qururuq. Bunun kernelimizin adını bax içərisində şey var da bizim parametr var. Parametrini dəyərləndirə bilərik. Bir də linear da qoya bilərik, RBF də qoya bilərik. Linear üçün baxırıq belə, sonra bizim datasetimiz üçün. Bax, train test scale datamız üçün. Bax, scale eləmişik biz burada. Bilirsiniz? Scale datamız üçün şey eləmişik, fit eləyirik modelimizə datamızı. Ondan sonra burada predict deyirik, normal predict şeydir. Modelimizdə, bizim modelimiz bu daxil. Modelimiz indi predict model olub da. Predict demişik, X-train scale üçün. Oradan biz tapırıq ki, bizim recall'ımız 58'dir, which is not bad. Training datamız üçün, test datamız üçün də bizim 56'dır, which is good. Yəni, generalizasiyamız var, overfitting falan yoxdur, yəni. Not a bad prediction model. Not overfitting deyir, bax görürsünüz. 90% içindədir aşağı yuxarı. Niyə? Average'imiz 90%də falan belə. Burada average'imiz 90%də. Bilirsiniz? Ondan sonra biz eyni şey üçün deyirik. Oldu mu? Bunu anladıq da. Sonra RBF eləyirik, RBF. RBF-də biz threshold'u dəyərləndirmək üçün saxlamaq lazımdır, threshold. Bizə deyək ki, RBF modelimizi quraq, bilirsiniz? Probability demişik. Sonra eyni fit eləmişik datamıza. Sonra predict probability modelimiz yoxdur. Probability verir axı bizə.
bizim datamız, bizim modelimiz predict eləyəndə bizə probability verir ki, 80% ehtimal məsələn 0-dır və 60% ehtimalın 1-dir. Hansı yuxarıda odur. Amma bizim bu faiz nisbətini tapmalıyıq da, hansı faiz nisbətinə görə biz dəyərləndirməmizi eləyir. Bildiniz? Necə 35-i götürürük belə. Precision recall-un ortayını tapasıdır. Ən mükəmməl tapmağa çalışırıq. Yəni, threshold-un olduğunu tapmağa çalışırıq. Ki, bizim threshold-umuz təxminən 30 olacaq. 30-dur? Hə, 30, 30-31 deyirlər burada. Buradan tapa bilərik, 31 deyə. Bax, belə bir funksiyamız var. Bu funksiyanın nisbələri tapmaq olar. Bilirsiniz? Limit funksiyamız threshold-u götürüb, bütün threshold-lara baxır və onun precision recall-un ən ortalamasını verir. Bir-birinə bərabər olduğu vaxt verir. Bildiniz? Yəni ki, bu toskanı verməlidir də. Hamısına bir-bir baxır. Hansısa bir-birinə bərabər olanda o da dayanır özü. O value-ni verir. Bildiniz? O threshold-u verir. Mən o threshold-u getirmişəm, qoyuram mənim modelimə. Bildiniz? Amma mən tapıram ki, mənim recall-um 77%-dir. Training datamız üçün, test datamız üçün də 71%-dir. Okay? Make sense? Yes. Eyni şeydə edirik. Daha önce test keçirəm yəni. Sonra mən nə görürəm? At the optimal threshold 31 demişik. The model performance has improved significantly yazıbdır. The record has improved from 55%-dən 77%-ə qalxıbdır. Bilirsiniz, bayağı yaxşı nəticədə kerneldə. Şeyə baxın, lineara baxanda. Moreover, the kernel used to create this is good. Okay. Demək nə deməkdir? Yəni, linear modelə baxarsan, non-linear model də kernel. RBF modeli non-lineardır, linear deyil də. Non-linear olanda model daha yaxşı nəticə göstərir non-linear modellər üçün. Və orada şeydir, overfitting falan yoxdur modelimizdə. Pis deyil yəni. Bu modelimiz so far ən yaxşı göstərən modelimizdir. Okay. Ondan sonra gəlir biz decision tree modelinə. Decision tree modelini isə random state 1 demişik. Çünki hamıda eyni nəticə versin deyə. Random state seed deyirlər amma seed dəyişəndə buna mən random state heç value verməsəm, bir də heç bir şey eləməsəm, biri 1 yazsa, biri 5 yazsa, bizim 2 dənə fərqli modelimiz olacaq. Amma hamıda 1 yazsa, məndə bu, yəni ki, eyni model olsa, max depth-də 8 qoysam, eyni model çıxacaq, yəni dəyişim olmayacaq. Biz hamı eyni nəticə alacaq. Bizim hamımızın modeli eyni olacaq. Let's check the model performance of decision tree yazmışıq. Burada baxırıq. Görürüz, mənim recall 92-dir. Training datam üçün. Mənim test datamda 82-dir. Bilirsiniz? Bu nə verə bilər? Slightly overfittingdir də belə. Bu 90, həm anla bilirsiniz, yəni mənim recall'um 82-dir. Bir dəyişiklik var burada. Şeydə. Bu modeldə, yəni training test arasında. Çox da mı? Yəni çox an faizdə, yəni dəyişiklik çox deyil, amma overfitting var yəni. Yəni müəyyən dərəcədə eləmək, hyperparameter tuning eləmək lazımdır ki, optimizasiya eləmək lazımdır parametrlər ki, ona biz oynayasın. Okay? Bizim ümumiyyətlə bu tree modelimiz belə bu formatda görsənir. Məncə bunun üçün getməyə dəyməz. 8 dənə şeydən, maksimum depth 8-dir. 1, 2, 3, 4, 5, davam edirik. 3 dənə burada var təxmini. Sonra feature importance-a baxa bilirik. Bizim datasetimizin kolonlarını götürürəm. Sonra əsas feature important deyib modelimizdən götürürük belə. Sonra feature importance-ı sıralamaya bölmüşük. Biz görürük ki, bizim əsas modelimiz total transaction count-dur. Sonra total revolving balance-dır falan belə gedir. Və card kategori gold. Bundan sonra heç bir kateqoriямız çox da əhəmiyyət kəsb eləmir. Gender də təsirləmir bu modelimizə. Bəli, gender önəmli faktor idi. 4-cü ən önəmli, 4-cü, 3-cü ən önəmli idi. İndi genderimiz heç əhəmiyyət kəsb eləmir bu model üçün. Çox maraqlıdır. Burada artıq hansıların ən çox əhəmiyyət kəsb edildiğinə baxmaq olar. Özünü gördüyünüz kimi də yuxarıdan aşağı baxaraq. Sonra random forest modeli demişik. Random forest modelini eyni formada biz normal modeli qurmuşuq. Yəni bu default modeldir. Yəni heç bir kateqori, heç bir şey eləməmişdə default model olmaması üçün gəlib biz burada müəyyən parametrləri dəyişməliyik də. Dəyişmirik, amma eynisini qoyuruq. Yəni stabil default modelini sonra qoyuruq. Sonra həmin bizim filtrlərdən sonra modelimizi
prediktiv biz şey eləyə bilərik də, performans çək eləyə bilərik. Biz görürük ki, bizim overfit kolumuz 1-dir. Training setdə. Test setdə 79-dur. Bayağı bir overfitting. Gələcək overfitting. Bizim nə oldu? Overfit modeldir bizdə burada. Okay. Feature importance baxırıq belə. Feature importance da yenə total transaction count ən önəmlidir. Transaction amount önəmlidir. Ən önəmsizlər də kart kateqori platinum falandır belə. Burada özü gender məsələsi önəm daşıyır müəyyən qədər. Maraqlıdır. Belə. Burada nə var? Business recommendation var. Belə bunlar önəmli faktorlar deyil. Sonra biz mən burada çatdırmamışam deyirsən, yazmamışam. Optimizasiya eləmək olar falan belə. Sizə bir task verim mən. Bizdə optimizasiya var idi. Optimizasiya var idi də bizdə. O vaxt keçmişdik. Burada var idi optimization. Yəni, bir saniyə. Önəmli deyilməymişəm. Mən silsəyə açılsın biraz. Necə gəlir bu? Bu model. İndiki bizim indəməni yükləyəcəm mən şeyə. Biz burada dayanmışdıq da. İndiki bizim bu case'imiz şeydən sonra random forest'dən sonra dayanır. Elə. Amma burada random forest'dən sonra biz hyperparameter tuning eləmişdik. Ki, tree base modellər üçün. Tree base modeli için bax decision tree için dərsdə. Amma yükləmişəm da videoda var. Şey də yükləmişəm. Bu da var yəni orada. Case'lər olaraq. Buna baxaraqdan amma anlayaraqdan dəyərləndirmə eləyib. Mənə bunu yarada bilərsiniz təzədən. Yəni o həmin dataset üçün. Tuning eləyə bilərsiniz. Hə? Taskımız olsun o. Həm özünüz öyrənəsiniz. Nəyə göstərəsiniz orada? Demək tree based modeli üçün bax decision tree modeli üçün və taparsınız ki, maksimum depth-in olacağını müəyyən bir range qoya bilərsiniz. Ümumda bu range olmasına əhəmiyyətli deyil. Daha böyük bir range qoya bilərsiniz. Okay. Sonra kriteriyan qoya bilərsiniz. Bu iki dənə kriteriyan qoysa bəs eləyir. Sonra sample leaf-i də artıq özünüz dəyərləndirməni eləyin də. Baxın, duruma görə də. Bildiniz? Ondan sonra bu şeyi çıxardarsınız. Best estimatorlar falan çıxardarsınız. Sonra şey eləyirsiniz. Performance matrix, onsuz da funksiyamız var. Bildiniz? Onsuz da bax matriximiz var da buna. Bu funksiyadan gəlib də. Bunu əvvəldən demişdik axı biz yükləmişdik. Bizdə burada bu var idi və bu funksiyadan gəlib. Yəni bizim funksiyamız hanı? Deyə bax, bundan gəlir. Bilirsiniz, bu funksiyadan gəlir. Oradan baxacaqsınız. Onsuz da bu var əlinizdə. Ondan sonra şeyi çıxardarsınız. Artıq o tree based modelin optimizasiyasından sonra daha yaxşı nəticə göstərmədiyini baxacağıq. Çünki bax, nəyə gördük biz burada? Biz görürük ki, SVM ən yaxşı nəticə verən SVM-dir so far. Elə. Amma deyən, düşən aşağı. Amma SVM qəşəng nəticə verdi, 77. Yox, ən yaxşı nəticə deyildi. Yox, SVM deyildi. Random first overfit yaxşı modeldir. Decision tree-də, bax bu da. Decision tree 92% accuracy verir, amma overfitting var. Bilirsiniz? Slide overfitting var da bunda. Bu overfitting aradan qaldırmaq üçün istəyirik mən. Əlbəttə, deyə parameter tuning edəsən, ola bilsin ki, ən yaxşı nəticə bu verəcək, amma overfitting olmayacaq. Bilirsiniz? Onun üçün mən bunun üçün istəyirəm. Ya ən yaxşı nəticə göstərən budur, ən yaxşı nəticəni göstərən bu modeldir. Bildiniz? Amma burada slide overfitting var. Overfitting aradan qaldırmaq üçün biz parameter tuning edəcəyik ki, baxaq ki, overfitting aradan qalxır. Bildiniz? Overfitting aradan qalxsa ki, qalxacaq böyük ihtimal, prosta onu prove edirsiniz də siz. O zaman ən yaxşı model olacaq. Böyük ihtimal accuracy 92%də olmayacaq, çünki biraz aşağı 90 ya 85 olacaq falan belə. Amma onda test set də qalxacaq biraz. 82 olmayacaq, 84, 85 olacaq. Okay? Onun üçün qura bilərsiniz. Bura baxın, dəyərləndirin. Keçən dəfə dataseti yox. İndiki dataset üstünə işləyəcəyik, indikinin. Keçən dəfə onu dəyərləndirməsini eləyək.
Gəlindi, creation, bir də minimum sample sleeve. Ancaq onlar isə Baxın da dəyişin, hələ müəyyən bir oynaya bilərsən onun üstündə açı. Bilir? Bir də həm gözünüz alışsın, həm amma anlayaraq nəliyində çalışın. Bilir? Line gələn dərs. Obsi dərs. Obsi də birinci gün, gələn həftənin birinci gün. Köhnə materiallar şeylər. 2-2-dir, amma 15-20 qabaqında olur, çox olmayacaq o işte. Bilirsiniz, yəni kod base var da əlinizdə. Bir yerdə işləyəcək, sonra baxarıq. Bilirsiniz? Burada. Okay. Həm də əliniz alışa bilər. Sonra bir dənə biz burada sıfırdan model quracağıq. Datamız olacaq, müəyyən bir informasiya biləcək, belə bir yerdə işləyəcək qərar verə bilər. Okay. Yapıyorduk kod bəstələri, şeyləri falan belə özümüz var yani. Daha yaşlı. Neyinəcək özümüz qərarlar verəcək falan biraz bəzi şeylər. İnteraktiv. Kesinlikle daha şeydir yani hands-on olur. Belə. Məncə başqa bir use case'im var əslində qalsa, amma ona başlasam bayağı gedəcək yəni. Hə? Deyirəm yandırarlarsa gələn dərsdə. Üşüdünüz? yox, düşünürəm. Mən belə etdim, mən bunu işləmərəm ümumiyyətlə, biraz şey. Tam görüm bu nədir belə. O vaxtı vermişdim, yadıma gəlir. Bunları pre-processing demişdik burada buna. Bunu işləmək olar mı? Performance matrix demişdik, unitary qoymuşuq. Bunu aldım. Belki demişik. Gradient boosting falan var. Bunun yanında bunu işləyir. 2 dənə model işləyir yanında. Bu biraz yüngül modeldir. Okeydir. Məncə yaxşıydı. Şey.